Xocavənd rayonunda mina partlayışı olub. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Mina Təmizləmə Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Məlumata əsasən işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kənd ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallahoğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qarı otararkən atla tank əleyhinə minaya düşərək həlak olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır deyə məlumatda qeyd olunub.